Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sualımıza qeyd edilir ki, Yusif Nəbi Saç və Şəmsəddin Eldənizin fəaliyyəti üçün ümumi cəhətdir. Şirvanşahlar dövlətinin asılı hala salınması. Bu Yusif Nəbi Saç və Eldənizin, yəni Azərbaycanı vahid halda birləşdirdiyi üçün hər ikisi Şirvanşahlar dövlətinin asılı hala salıb, doğrudur. Gürcülər üzrə qələbə qazanması da ortaq cəhətdir. Yəni Yusif Nəbi Saç da yeni dövlətin əsasını qoyması Yusif Nəbi Saça aid deyil, lakin Şəmsəddin Eldənizə aiddir. Azərbaycan ərazisinin vahid dövlətdə birləşdirməsi də oxşar cəhətdir. Deməli, burada 1, 2, 4 uyğun cavabımız C variantında verilmişdir. Digər bir sualımızda qeyd edilir ki, uyğunluq pozulmuşdur. 3-cü Mənüçöhrün Səlcuqlarla ittifaq qurması İraq Səlcuq Sultanı Mahmudun Şirvana hücum etməsi doğrudur. Bizdən isə yanlış istəyir. Səlcuq hökmdarlar 1-ci Toğrulun Bağdadı tutması Abbasilər sülaləsinin Səlcuqların asılı hala salınması doğrudur. Arslan Şahın özünü sultan elan etməsi Atabəy Eldənizin İraq Səlcuq Sultanlığını idarə etməyə başlanması. Arslan Şahın sultan elan edilməsi Atabəy Eldənizin İraq Səlcuq Sultanlığını idarə etməyə başlanması. Bunu Didiqori döyüşünün baş verməsi, Tiflis Müsəlman Əmirliyə son qoyulması, düzdür, bunun nəticəsi olaraq döyüş baş verir, son qoyulur. Şirvanda Kəsanilər sülaləsinin varlığına son qoyulması, Səlcuq İmperiyasının Azərbaycanın işğalını başa çatdırması. Kəsanilər İmperiyasının son qoyulub 1382-ci ildə. Burada hansı ki, burada deyir ki, Azərbaycan işğalının başa çatdırılması bu Səlcuqlara aid olmaz. Ona görə də uyğun cavabımız Y variantında verilmişdir. Deməli, burada C variantı da doğru olduğu üçün yanlış götürürük. Burada Y uyğun cavab olur. Dinlədiyiniz üçün təşəkkür edirəm.